Salamlar, vaxtınız xeyir olsun. Biz bu 7-ci coğrafya dərsliyinin bölümü 6.1 şəhərləşən dünya mövzusunun izahına baxacağıq. Gəlin vaxt itirmədən mövzula tanış olaq. İnsanların məskunlaşdığı ərazilər iki əsas tipə bölünür. Rural və urban tipli yaşayış məsələlərinə bölünür. Rural şəhərdən sənayedən və ticarət zonalarına kənarda yerləşən bütün əraziləri əhatə edir. Dedik ki, insanların məskunlaşdığı ərazilər neçə hissəyə bölünür? İki hissəyə bölünür. İki tipə bölünür. Rural və urbana bölünür. Rural dedik ki, şəhərdən sənaye və ticarət zonalarına kənarda yerləşən bütün əraziləri əhatə edir. Bura əsasən qəsəbələr və kəndlər daxildir. Buraya kəndlər, kiçik ərazisi olan yaşayış məntəqələri və istifadə edilməyən boş ərazilər daxildir. Yəni dedik ki, rurala hansılar daxil oldu? Dedik ki, kiçik ərazilər, kəndlər, kiçik ərazilər, yaşayış məntəqələri, istifadə edilməyən boş ərazilər daxildir. Burada əhali səyrəşə məskunlaşmış və insanların əsas məşğuliyyəti əsasən nədir? Kənd təsərrüfatı və əkinçilikdir. Kənd təsərrüfatı heyvandarlıqdır. Sonra urban latinca urbus şəhər deməkdir. Şəhər əhalinin kiçik ərazidə sıx məskunlaşdığı məkandır. Şəhər ərazisi onun mərkəzində və şəhər ətrafı ərazilərdən ibarətdir. Deyək ki, urban, yəni şəhərlər hardan ibarətdir? Şəhər mərkəzindən və şəhər ətrafından ibarətdir. Burada əhali kənd təsərrüfatı istisna olmaqla sənaye, ticarət, biznes, turizm və digər sahələrdə çalışır. İnsanların həyat tərzi, onların məskunlaşdığı yaşayış məntəqələrinin təsiri ilə formalaşır. Beləliklə, şəhər və kənd insanların həyat tərzi müxtəlif olur. Dedik, şəhər əhalisinin yaşayış tərzi daha dinamik, kənd əhalisinin isə daha stabil və sakit olur. Bu da onların yaşadığı və təqdim olunan imkanlarla əlaqəlidir. Daha sonra fəaliyyət suallarına baxaq. A şəklinə əsasən suallar cavablandırın. Birincidə urban şəhər, ikincidə rural, yəni kənd tipli yaşayış məsələləri verilmişdir. Əhalinin sayı hansıda çox olar? Bir şəhərdə çox, kənddə az yazıb, bəli, doğrudur. İş yerləri hansıda çox olar? Şəhərdə çox olar. Biznes, ticarət, sənaye və digər sahələrdə çalışan insanların sayı çox olar. Lakin kəndlərdə isə əsasən əhali əkinçilik və heyvandarlıqla məşğul olur. Daha sonra yaşayış binaları hansıda çox olar? Yaşayış binaları şəhərlərdə çox olar, kəndlərdə az olar. Qidalanma hansıda yüksək olar? Əgər təbii qidalanma nəzərdə tutursa, bu kəndlərdə, lakin qida çeşidliyinin daha çox olduğu nəzərdə tutursa ki, şəhərlərdə bu daha çoxdur. Çünki bilir ki, şəhərlərdə super və hipermarketlər, həmçinin də premium marketlər mövcuddur. İstədiyimiz məhsulları tapa bilirik. Ünsiyyət hansıda daha çox olar? Ünsiyyət şəhərlərdə daha çox olar, kəndlərdə nisbətən azdır. Bunun səbəbi əhalinin sayının az olmasıdır. Və ünsiyyət həm şəhərlərdə onlayn, həm də canlı ünsiyyətlər mövcuddur. Kəndlərdə isə əsasən ağırlığı canlı ünsiyyət təşkil edir. Əyləncə hansıda çox olar? Əyləncə şəhərlərdə daha çoxdur. Ticarət mərkəzləri və digər obyektlərin çoxluğu ilə əlaqədardır. Kəndlərdə isə bu əyləncə nisbətən yerli xarakter daşıyır. Nəqliyyat dedik ki, hansıda çox olar? Şəhərlərdə çox olar. Şəhərlərdə bildik ki, əksər nəqliyyat növləri inkişaf edilmişdir. Metro, tramvay, trolleybus, sonra avtobus, velosiped kimi yaşıl nəqliyyatlar inkişaf edilmişdir. Lakin kəndlərdə isə əsasən hər bir əhalinin demək olar ki, şəxsi maşınları mövcuddur. Ekoloji vəziyyət şəhərlərdə ekoloji vəziyyət daha nisbətən ağır, kəndlərdə isə daha təmizdir ekoloji vəziyyət. Sonra B və C şəkillərinə verilən məntəqələrdə hansıda yaşamaq istərdiniz, nə üçün? Bu sizin şəxsi seçiminizdir. Yəni siz istəsəniz kənddə də yaşaya bilərsiniz, istəsəniz şəhərdə də yaşaya bilərsiniz. Bu sizin şəxsi fikrinizdən asılıdır. Nə üçün daha çox insan şəhərlərdə yaşamaq üstünlük verilir? Şəhərlərdə yaşamaq üstünlük çünki dedik ki, iş imkanları, təhsil, səhiyyə və digər imkanların çox olması ilə əlaqədar insanlar şəhərlərdə yaşamaq üstünlük verirlər. Sonra baxaq, kənd yaşayış məsələləri əvvəl yarandığı üçün uzun müddət kəndlərdə daha çox əhali yaşamışdır. Sənaye və ticarət inkişaf etdikcə insanlar şəhərlərə güclü axınlar başladı. Nəticədə ticarət dünyada şəhərlərin sayı sürətlə artdı. 2010-cu ildə dünyada şəhər və kənd əhalisinin sayı bərabərləşdi. Hazırda dünyada əhalinin 55% şəhərlərdə cəmlənmişdir. Yaşayış məntəqələrinin
şəhər və kəndlərdən başqa qəsəbələr də daxildir. Qəsəbə Urba və rural arası keçid məntəqəsini təşkil edir. Yəni dedik ki, kəndlər şəhərlər birində kənd formasında formalaşır, daha sonra isə inkişaf edərək nə olur? Şəhərlərə çevrilir. Yəni qəsəbədə onun arasında yerləşən bir nədir? Yaşayış tipidir. Çünki qəsəbələrdə əhali həm kənd, həm də şəhər təsərrüfatla məşğul ola bilir. Məsələn, Bakı şəhərini götürək və yaxud da digər böyük şəhərlərimizi götürək. Əhali həm öz həyatına fərdi təsərrüfatla məşğul olur, lakin işləmək üçün isə şəhər mərkəzinə doğru gedir. Yəni məsafə nə az, nə də çox deyil. Sonra baxaq. Burada da şəkillər verir. 1950-ci ildə Amerikada, Şimal Amerikada, sonra Cənubi Amerikada, Argentinada, Çilidə və Qərbi Avropada, Avstraliyada şəhər əhalisi çox. Digər regionlarda isə həm Yaponiyada şəhər əhalisi çox, digər ərazilərdə isə kənd əhalisi üstünlük təşkil edir. 2020-ci ildə isə Afrikada kənd əhalisi, Afrikada və Cənubi Asiyada və Cənubi-Şərqi Asiyada kənd əhalisi üstünlük təşkil edir. Digər dünyanın regionlarında isə şəhər əhalisi üstünlük təşkil edir. Daha sonra D şəklinə əsas suallar cavab verin. 1950-2020-ci illər arasında xəritəni şərh elədiyi ilə dedik ki, 1950-ci ildə kənd əhalisi daha çoxdur. Dünyanın demək olar ki, yarıdan çox kəndlərdə yaşayırdı. Lakin 2020-ci ildə isə təxminən əhalinin 75%, dünya əhalisi 75%, yəni ölkələri nəzərdə tuturam. Ölkələr daxilində də bilirik ki, şəhər və kənd əhalisi yaşayış məskunları fərqi vardır. Yəni təxminən 75% şəhərlərdə, qalan 25% kəndlərdə yaşayır. Bu da demişdik hansı ki, Afrika və Cənubi və Cənubi-Şərqi Asiya regionlarında əhali daha çox kəndlərdə yaşamağa üstünlük verir. Sonra birinci xəritədə hansı ölkədə şəhər əhalisinin payı çoxdur? Bunun səbəbini elə izah etmək olar. Şimal Amerikada, Qərbi Avropada, Avstraliyada, Yaponiyada, sonra bura deyəsən Birləşmiş Ərəb Əmirlikləri, sonra bura Argentina və Çilidə şəhər əhalisi görürük ki, çoxdur. Bunun səbəbi nədir? Bunun səbəbi bu regionların daha tez inkişaf etməsi və sənaye inqilabı daha tez baş verməsi ilə əlaqədardır. Buna görə də 1950-ci ildə burada şəhər əhalisi payı daha çox olmuşdur. Bəs ikinci xəritədə deyir, kənd əhalisi harada çoxluq təşkil edir, bunun səbəbi nə ola bilər? Fikir verirsə, kənd əhalisi Afrikada və Cənub-Şərqi Asiyada və Cənubi Asiyada da əsasən Hindistan, Bangladeş, Pakistan və digər Afrika ölkələrində kənd əhalisi çoxluq təşkil edir. Bunun səbəbi də iqtisadi gerilik, əhalinin savadsızlıq göstəricisi və digər göstəricilər ön plana çıxır. Daha sonra 3-ə baxaq. B və Y şəkillərinə əsasən suallar cavablanır. Bu şəkildə təsvir edilən yaşayış məntəqələrinin xüsusiyyətləri cədvəldə yazın. Baxın, B şəkli şəhərdir, C şəkli kənd, Y şəkli isə qəsəbədir. Məntəqələrin xüsusiyyətlərinə baxaq. Baxaq görək hansıdır. A şəkli nəysə. Gəlin A-nı şəhər kimi qeyd edək, B-ni kənd kimi, Y-ni isə nə kimi qeyd edək? Elə burada qeyd olunur. Məsələn, A şəhər kimi qeyd edərsək, şəhərlərdə xüsusiyyətləri deyirik ki, sənaye, ticarət, digər obyektlər inkişaf etmişdir və əyləncə, turizm xidmətləri və digər xidmətlər burada ön plana çıxır. Sonra B-yə bax, C-yə baxsaq, B-ni C kimi qeyd edərsək, yəni kənd əhalisi kimi qeyd edərsək, burada əsasən məhdud əyləncələr və kənd təsərrüfatı burada üstünlük təşkil edir. C-yə baxsaq, C-ni də Y kimi qeyd edilsək, qəsəbələr də inkişaf edib böyük şəhərlərə çevrilə bilər gələcəkdə. Sonra yaşadığımız yer bunlardan hansına aiddir? Biz məsəl üçün Bakı şəhərində qəsəbələrində yaşayırıq. Məsəl üçün mən özümü nəzərdə tuturam, Binəqədidə yaşayıram. Bu da yəni Binəqədidə bir qəsəbədir və mən yaşadığım yaşayış yeri kəndlə şəhər arasında keçid təşkil edir. Sonra buna baxaq. B, C və Y şəkillərində təsvir edilən məntəqələr yaşadığınız yerə yaxın yerləşən varmı? Bəli, var. Mən hal-hazırda qəsəbədə yaşayıram, Binəqədi qəsəbəsində yaşayıram və buna yaxın Bakı şəhəri, Xırdalan şəhəri və Sumqayıt şəhəri yerləşir. Lakin buna uyğun şəhərləri isə Novxanı kəndini və biz qeyd edə bilərik. Dərsimiz bu qədər. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşəndə hələlik.